Borçalı elində adın sanın var. Bilir qiymətini mehman olanlar. Yaşarıq qoynunda gözəl, bəxtiyar. Sənsən vüqarımız bizim qırxılı. Vurğunam bu eldə hər qarış yerə. Dolanın başına gündə 100 kərə. Pəhləvan biləkli ər igidlərə. Vermisən dəyanət dözüm qırxılı. Sözündə hikmət var, axtar dərində. Tapıldım oğul tək xeyir şərində. Olsam da dünyanın hansı yerində. Sən oldun ən şirin sözüm qırxılı. Xoş gördük əziz izləyicilərimiz. Biz bugün Borçalı'nı gəzirik proqramı çərçivəsində Borçalı mahalının tanınmış kəndlərindən biri olan Qırıqlı kəndi haqqında danışacaq. Qırıqlı kəndi digər kəndlərimiz kimi qədim türk kəndlərindən biridir və bir çox ziyalılar yetişmiş, öz tarixi ilə, keçmişindən fərqlənən diyarlarımızdandır. Bugünkü verilişimizdə həm bu kəndin tarixi, keçmişi haqqında danışacaq, eyni zamanda ziyalılarla görüşəcəyik və bacarıqlı gənclərini də yaxından tanıyacağıq. İlk müsahibimiz bu kəndin ziyalısı, məktəb direktoru Hümbət Hüseynovdur. O bizə bu kəndin toponimi, bu kəndin adı haradan gəlir, ətraflı məlumat verəcək. Gəlin o zaman verilişimizə başlayaq. Xoş gördük Hümbət müəllim, necəsiniz? Xoş gəlibsiniz. Çox sağ olun. Buyurun, keçək içəridə söhbətimizi davam edelim. Oldu. Əziz izləyicilərimiz, gəlin o zaman ilk müsahibəmizə başlayaq. Hümbət müəllim, sizə ilk sualım bu olardı ki, biz bilirik ki, Borçalı mahalı türklərin yaşadığı qədim yurtlardan biridir və hər birinin tarixi keçmişi olan dəyərli kəndlərimiz var. Onlardan biri də Qırıqlı kəndidir. Belə bir məlumat var ki, Qırıqlı kəndi Uruz tayfasının qolundan olan Qırıqlı tayfası ilə əlaqələndirilir. Zəhmət olmasa izləyicilərimizə kəndin tarixi, keçmişi, eyni zamanda Qırıqlı sözünün toponimi haqqında məlumat verərdiniz. Sağ olun, çox düzgün buyurursunuz ki, Borçalımız qədim türk yurtlarından biridir və Borçalımızın kəndləri də, o cümlədən bizim doğma kəndimiz olan Qırıqlı kəndi də qədim türk ellərindən biridir. Mənim apardığım tədqiqatın, araşdırmanın nəticəsinə görə Qırıqlı sözünün mənası qədim Oğuz türk Qırıqlı tayfasının adı ilə bağlıdır. Bu barədə Azərbaycan Elmlər Akademiyası Nəsimə adına Dilçilik İnstitutunun elmi işçisi İsmail Kazımovun Axısqa Türklərinin Dili kitabında məlumat verilmişdir və bir də 19-cu əsrin məşhur Azərbaycan tarixçisi Abbasqulu Ağabaçxanovun əsərlərində bu barədə geniş məlumatlar vardır. Və həmin məlumatlara istinad edərək məlum olur ki, Qırıqlı tayfaları Borçalı ərazisinə, yəni Gürcistan ərazisinə Monqol hücumları zamanı gəlmişlər və bundan əvvəl də onların deməli Türkiyənin Avropa hissəsində bu tayfanın bir qolunun yaşadığı tarixi qaynaqlardan məlumdur. 1220-ci ildə Monqol hücumları Gürcistana başlayanda Monqol tayfalarının bir qolu olan həmin bu türk Qırıqlı tayfaları Gürcistan ərazisinə gəlib çıxmışlar. Onu da qeyd edeyim ki, son dövrlərin Sovet ədəbiyyatında, tarix ədəbiyyatında elə göstərilir ki, o zaman hücuma gəlmiş Monqollar indiki Monqolistan ərazisində yaşayan Monqollardır. Amma əslində bu belə deyil. O zamanki Monqollar Monqol adı altında gələn türk tayfaları idi. Əksəriyyəti, bəli, türk tayfaları idi və bu türk tayfalarının bir qolu da həmin bu Qırıqlı, Oğuz tipli, Oğuz mənşəli Qırıqlı tayfaları idi. Həmçinin Abbasqulu Ağabaçxanov öz əsərində qeyd edir ki, hətta İran şahı olmuş, sonralar gəlib Gürcistanı işğal etmiş Nadir şahın özü belə həmin bu Qırıqlı soyundandır, Qırıqlı tayfasındandır. Müxtəlif yerlərdə Qırıqlı tayfasının nümayəndələri bu gün də yaşamaqdadırlar. Türkiyənin paytaxtı Ankara şəhərinin yaxınlığında eynən Qırıqlı adında kənd var və Tovuz rayonunun bir neçə kəndi
Düz Qırxılı, Dönüş Qırxılı və sair kəndləri də həmin bu türk tayfasının adını bu gün daşıyır. Çox sağ olun Hümbət müəllim. Həqiqətən söylədikləriniz bizim üçün, izləyicilərimiz üçün çox dəyərli məlumatdır. Növbəti sualım bu olardı ki, bilirik ki, Borçalı mahalı öz aşıq saz sənəti ilə seçilir. Dəyərli aşıqları, ziyalıları, şairləri var. Onlardan məhz əminəm ki, Qırıqlı kəndində öz yetirmələri var. Xahiş edirəm Qırıqlı kəndinin yetişdirdiyi ziyalılar haqqında bizə məlumat verərdiniz. Eyni zamanda eşitmişəm ki, burada Aşıq Hüseyn Mərdanlı da yaşayır. Onun haqqında az məlumat var. Onun haqqında da bizə məlumat versəniz şad olardıq. Çox sağ olun. Həqiqətən də Qırıqlı kəndi öz ziyalıları ilə, öz yetirmələri ilə məşhurdur. Belə ki, Qırıqlı kəndində hazırda 9 nəsil, 9 tayfa yaşayır. Göysöynürlər, Pirililər, Qanallılar, Çoğuşdular, Hacı evi, Məmməd evi, İrəvanlılar, Tat evi və Faxrallılar nəsilləri Qırıqlı kəndində olan nümayəndələri yaşayır. Bu nəsillərin hamısının nümayəndələri içərisində Qırıqlı kəndinin istər sənət adamları, istər alimləri, istər ziyalıları olubdur və vardır. Qırıqlı kəndinin yetirməsi olan şairə Xəzangül Hüseynova hazırda Gəncə şəhərində yaşayır. Orada ailə qurmasıyla bağlı orada yaşayır və hazırda o Azərbaycan Yazıçılar Birliyi Gəncə şöbəsinin sədridir. Bəli. Qırıqlı kəndinin yetirməsi Cəlal Fətullayev uzun müddət Gəncə şəhər Maarif İdarəsinə başçılıq etmişdir. Çox uğurla, müvəffəqiyyətlə başçılıq etmişdir. Tanınmış bir ziyalıdır və hazırda da Bakı şəhər icra hakimiyyətində çalışır. Qırıqlı kəndinin yetirmələri içərisində 6 nəfər alimimiz vardır. Alimimiz 6 nəfər hazırda deməli Bakı şəhərində yaşayırlar, fəaliyyət göstərirlər bəziləri. Bəziləri rəhmətə gedib, bəziləri sağdır. Salman Əliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda uzun müddət üzvü kimya kafedrasının müdiri işləyibdi. Sonra Bakıda Hərbi Akademiyada dərs deyibdi. Rəşad Nuriyev, İbrahim Məmmədov, Süleyman Məmmədov, Əsgər Əliyev, Xəzangül Hüseynova hamısı alimlik dərəcəsi almış Qırıqlı kəndimizin ziyalılarıdır. Bundan başqa Qırıqlı kəndinin daha bir oğlu Akif Əliyev uzun müddət Marneol şəhərində Dövlət Təhlükəsizliyi İdarəsində yüksək rütbəli, vəzifəli şəxs kimi qulluq etmiş. Hazırda pensiyadadır, amma yenə də Marneol şəhərində öz əmək fəaliyyətini davam elətdirir. Qırıqlı kəndindən Böyük Vətən müharibəsində 22 nəfər iştirak etmişdir. Bunlardan 4-ü müharibədə həlak olmuşdur. Çox maraqlıdır ki, hətta bir nəfərin Şamxal Əsgərovun qara kağızı, o vaxt qara kağız deyirdilər, yəni cəbhədə həlak olması barəsində ailələrinə kağız gəlmiş müharibə zamanı, lakin müharibədən sonra o özü sağ-salamat qayıdıb gəlmişdir. Və Qırıqlı kəndinin saz söz adamları həqiqətən də məşhurdular. Aşıq Hüseyn Mərdanə Qırıqlı kəndindəki Qanallı tayfasındandır. Öz gəncliyini Qırıqlı kəndində yaşayıb, böyük ustadlardan dərs alıb, Aşıq Əmrahdan, Aşıq Hüseyn Saraçıldan və sonralar o Marneol şəhərində yaşayıb və orada da yaradıbdır öz musiqisi ilə, öz çalğısı ilə, öz saz sənəti ilə bütün Borçalımızda, nəinki Borçalımızda, bütün Azərbaycanda da məşhur bir aşıq olubdur. Qırıqlı kəndinin digər bir şairəsi Gülxanım Rızazadə bir neçə kitabın müəllifidir. Hətta onun rus dilində də şeirləri tərcümə olunub, çap olunub. Hazırda Rusiyada yaşayır və Qırıqlı kəndinin digər bir şairi Bilgəm Səmədoğlu hazırda Qırıqlı kəndində yaşayır, yaradır və məsləhət görərdim ki, onunla da tanış olasınız. Mütləq və mütləq əminəm ki, onlar da bizə çox dəyərli məlumatlar ötürəcək. Təşəkkür edirəm Hümbət müəllim. Həqiqətən dəyərli müsahibə idi.
Dəyərli izləyicilərimiz, verilişimizə yüksək templə davam edirik. Növbəti müsahibimiz bu kəndin ziyalısı, dəyərli insanı Elman Ələddinoğludur. Elman bəy bizə bu kəndində insanların məşğuliyyəti, güzaranı, eyni zamanda insanlar arası münasibət, görülən abadlıq işləri haqqında ətraflı məlumat verəcək. O zaman gəlin Elman bəy yaxından tanıyağın. Salam Elman bəy, necəsiniz? Salam əleykum, çox sağ olun, Allah razı olsun. Çox sağ olun. Elman bəy, ilk sualım bu olardı ki, bizə Qırıqlı kəndinin, əgər sizdə kimsə soruşsaydı ki, Qırıqlı kəndi haqqında bizə məlumat verir, buranın insanları, buranın adət-ənənələri, münasibətləri, nə deyərdiniz? Qırıqlı kəndi haqqında mən çox gözəl təəssüratla sizi cavablandıra bilərəm. Qırıqlı kəndi çox gözəl kənddir. Başqa kəndlərdən fərqli olaraq bizim kəndimizin həm böyükləri, həm cavanları çox bir-birinə mehriban. Bizim xeyir işlərimizdə, o mərasimlərdə cavanlarımız başqa kəndlərdən fərqli olaraq çox mehriban halda ev yəsinə gözəl kömək eləyirlər. Hər bir işi gözəlcəsinə yerinə yetirirlər. Bax belə kəndimizin, ondan başqa bizim kəndimizin başqa kəndlərdən bir daha fərqləndirən cəhəti odur ki, bizim kəndin cəmaatı çox işgüzar, kəndimizin su təchizatı yaxşı olduğuna görə burada təsərrüfatla gözəl məşğul olurlar cəmaatımız. Həm özümüzə dolanışıq mənbəyi kimi istifadə edirik, həm də dövlətimiz üçün yararlı işlər görürük. Gürcüstan dövlətinin demək olar ki, Qırıqlı kəndi faizə vursan bir 20-30%-ni mən deyərdim ki, kənd təsərrüfatı məhsullarından təmin eləyir. Hansı kənd təsərrüfatı məhsulları ilə? Bizdə kənd təsərrüfatı məhsulları xiyar, pomidor, kələm, bibər, bolqar bibəri, ondan sonra kələmin müəyyən nev sortları var, salatalıq var, brokoli var, bax belə adlarla deyim. Bütün kənd təsərrüfatı məhsullarının çox hissəsini burada yetişdiririk biz. Parniklərimiz var. Biraz zəhmətlə də olsa biz onu odunla isitməsini yerinə yetiririk, odunla. Amma gözəl məhsul yetişdiririk və həm özümüz istifadə edirik, həm də satış üçün, dolanmamız üçün dövlətimizi, şəhər cəmaatını təmin eləyirik. Bax belə. Kəndin infrastrukturu haqqında nə deyə bilərsiniz? Qısaca abadlıq, görülən abadlıq işləri haqqında. Kəndimiz, biz dövlətimizdən çox razıyıq. Harda yaşayış var, orada hər vaxt tələbat var, söz yoxdur. Kəndimizin asfaltı var, işığımız çox gözəl vəziyyətdədir, işığımız var. Ondan sonra kəndimizin qaz var. Bax belə kəndimizin yaxşıdır. Amma indən belə də hər halda demirəm ki, yaşayış olan yerdə tələbat da var. Küçə asfaltlarımız yoxdur. Biraz başqa kəndlərdən geri qallıq o sahədə. Amma ümumi götürəndə pis deyil. Bax belədir. Bəs Elman müəllim, biz bilirik ki, Borçalının bir çox kəndlərində əsasən başqa yerlərə köç edirlər. Məsələn, Kəpənəkçi kəndinin yarısı elə Rusiyadadır, yarısı elə Azərbaycandadır. Bəs Qırıqlı kəndində belə tendensiya varmı? Bizdə az bir faizdir. Nəyə görə? Bizdə ona görə ki, demirəm, bayaq da vurğuladım mən, bizim kənddə suyumuz bol olduğu üçün, bizdə suyumuz bol olduğu üçün təsərrüfatla məşğul olmaq daha asandır bizə. Ona görə qırağa dolanışıq üçün qırağa gedənlərimiz az bir faizdir. Kənddə yerli məşğul oluruq, dolanışığımıza yetərli dərəcədə imkan olur, yəni ki, bax belə də. Ona görə çox qırağa getməyə bizə elə ehtiyac yoxdur. Kəndimizdə müəyyən humanist iş görən insanlarımız da var. Bizim qəbristanlığımıza mənim babam Novruz kişi qəbristanın abadlıq işlərindən vaxtı ilə məşğul olub. İndi də onun nəvəsi Dato Gülmanoğlu bu dəqiqə qəbirstanlığımıza bizim cəmaatımızın mərasim vaxtı orada əlini yuməyə, müəyyən yüngüllük işlərindən ötürü orada su çəkibdi öz şəxsi vəsaitindən. Su çəkib orada gözəl abadlıq işləri görüb. Novruz bağımın bir davamçısı kimi, həm də bu kəndin gözəl balası kimi, bax belə. Ondan başqa bizim aşağıda tut bağımız var. Orada cavanlarımız istirahət üçün gözəl bir balaca öz şəxsi vəsaitimizlə, şəxsən mən özüm də onun iştirakçısı olmuşam, şəxsi vəsaitimizlə qurmuşuq balaca bir dincəlmək yeri. Lazım olanda kəndimizdən ailə olaraq ya cavanlarımız olur, gedib boş vaxtlarında orada otururlar, çay içirlər, istirahət edirlər. Bax belə bir yer düzəltmişik. Sadəcə başqa kəndlərdə ümumi eşidirik. Biraz narkomaniya axır vaxtları çox vüsət alıb, başqa kəndlərdə çox meylləniblər. Amma bizim kənddə bu məşğulluq yerləri olduğu üçün şükür Allaha o şeylərdən biraz uzağıq. Gözəl, bax dövlətimiz sağ olsun,
gözəl stadion tikiblər təzəlikdə. Cavanlarımız, gənclərimiz oraya meylləniblər. Futbol oynayırlar, voleybol oynayırlar gənclərimiz. Ondan başqa da bax məscidimiz bayaq da dedim, məscidimiz gözəl abadlaşıb deyini. Bir qrup gənclərimiz də gedirlər məsciddə məşğul olurlar. Hərflər öyrənirlər, yazılar öyrənirlər. Dinimiz haqqında məlumatlanırlar. Sağ olsun oranın axundu Azər Süleymanoğlu bax onun vasitəsilə. Bax belədir. Şükür yaxşıdır, yaxşılığa doğrudur hər şey. Əsrin yaddaşıdır, deyən dilidir. Aylar sevər, illər sevər şairi. Təbii coşub daşan dağlar selidir. Bənövşəli çöllər sevər şairi. Bəli, əziz izləyicilərimiz, Qırıqlı kəndi haqqında çəkdiyimiz verilişdə növbəti müsahibimiz bu kəndin şairi, elin, obanın sevdiyi ziyalısı Dilqəm Səmədoğludur. O bizə öz yaradıcılığı haqqında ətraflı məlumat verəcək. Eyni zamanda əsasən hansı mövzuya üz tutur, hansı kitablar çap edib və öz yaradıcılığının əsas ilham mənbəyi nələrdir? Bunlarla bizi tanış edəcək. O zaman gəlin dəyərli ziyalımızı Dilqəm Səmədoğlunu birlikdə tanıyaq. Əminəm ki, tanıyırıq, amma daha yaxından tanıyaq. Əziz izləyicilərimiz, biz verilişimizə davam edirik. Necə ki qeyd elədim, növbəti müsahibimiz Qırıqlı kəndinin ziyalısı, şairi Dilqəm Səmədoğludur. Bildirmək istəyirəm ki, Dilqəm Səmədoğlu Azərbaycan poeziyasının müxtəlif janrlarında, bütün janrlarında şeirlər yazıb. Təbii ki də bu Borçalı mahal üçün, bütün Gürcüstanımız üçün doğrudan da çox dəyərli bir şeydir. Dilqəm müəllim, xoş gördük sizi. İlk öncə sualım belə olardı ki, zəhmət olmasa özünüzü təqdim eləyin və nə vaxtdan şairlik sənətindən məşğulsunuz? Necə deyim, mən Dilqəm Səmədoğlu 1958-ci ildə həmin bu Qırıqlı kəndində dünyaya göz açmışam. Ömrümü bu kənddə yaşamışam. Orta məktəb illərindən demək olar ki, şeirə, ədəbiyyata həvəsim çox olduğuna görə şeir yazmağa başlamışam. 8-ci sinifdə oxuyarkən ilk şeirim Bənövşə rədifli bir şeir olubsun. Ondan sonra yenə bu davam edib. Söyləyə bilərsinizmi? İndi anladım səni Bənövşə, boynumu məhəbbət əyitmiş demək, o kövrək qəlbinə toxunub nahaq sevgilin xətrinə dəymiş demək. Durub çol dibində gözləri nəmli, onun həsrəti ilə boyun bükmüsən. Yazıq zavallı, sən də mənim tək bir vəfasız üçün nələr çəkmisən. Gəl dik tut başını ey zərif çiçək, sən ki sevilmək üçün dünyaya gəldin. Mənim bu dünyada nə çəkdiyimi, sən ey zərif çiçək bari biləydin. Bu demək olar ki, Məktəb partası arxasında ilk yazdığımız şeirim olubdur. Və sonra hadisələr necə cəryan elədi? Ondan sonra da yenə deyirəm, mən ədəbiyyatın, incəsənətin vurğunu olduğum üçün bu elin obanın sevgisi, ailə məhəbbəti, müəyyən məhəbbətdə sevgilər məni yazmağa məcbur elədim. İlham mənbəyiniz elə məhəbbətdirmi? Təbii ki də sizin şeirləriniz arasında ana məhəbbəti, vətən sevgisi əsas yerlər tutur. Amma fikirləşirəm ki, sevgi ən başlıca qəhrəmandır. Sevgi deyəndə, qızım, o demək deyil ki, kimisə sevirsən. Bəli. Vətən sevgisi, el-oba sevgisi, vətənimizin uca dağlarının, o qarlı dağlarının sevgisi, qaynar bulaqlarının, coşqun çaylarının sevgisi, bunlar hamısı sevgidir. Məni yazmağa vadar edən bunlar olubdur. Bəli.
Bəs Dilqəm bəy, neçə kitabınız çap olunub və eşitmişəm ki, bir kitabınız da yenə artıq prosesdədir ki, çap olunsun və yaxın zamanda Bəli. oxucularınıza Qızım, verilsin. demək olar ki, 1990-cı ildə ilk kitab mənim xəbərim olmadan Azərbaycan özü nəşr edibdi. Azərbaycan o kitab almanaxdır. Azərbaycan yazarlarının şeirləri idi. Gürcüstandan bir mən idim. Qaldı özümün kitablarıma. 2 kitabın müəllifiyəm. Bilmirəm nə üçün belədir dünya. Bir ana ailəsi istəyirəm mən. 3-cü kitabım da bu dəqiqə nəşriyyatda hazırlanır. Allahın köməyi ilə bir neçə günə gəlməlidir. Dilqəm bəy, fikirləşirsinizmi ki, yeni kitabın təqdimatı olsun? Təbii ki də sizin oxucularınız var, amma daha geniş kütlə sizi tanısın. Əlbəttə, hökmən bunun təqdimatı olacaqdır. Onu mən Hüseyn müəllimə demişəm, bir gözəl təqdimat keçəcək, bu yaxınlar Allah qoysun. İnşallah. Bəs bu Borçalı, Qırıqlı kəndiniz haqqında şeirlər yazıbsınızmı? Əgər yazıbsınızsa bölüşə bilərsiniz. Var, bəli. Buyurun. Yığılmaz süfrəsi duzda, çörəkdə, Hatəm səxavətli olub qırxılı, qonağa hörmət var böyük ürəklə çox ağır süfrələr salıb qırxılı. Sənət aləmində aşıq Ziyəddin, neçə aşıqlara bildirib həddin, Şeyda bülbül idi, köçdü Fəxrəddin, demə, sənətkarsız qalıb qırxılı. Yaşamaq istəsən ömrün yazını, dinlə hidayətin xoş avazını, Mərdanə söyünün telli sazını, beşiyi üstündə çalıb qırxılı. İbrahim tarımda dinlən muğamı, Kəmran sənətkar da tanıyır hamı, Tap zurnaya, hacı ilə qulamı, çaldıqca xəyala dalıb qırxılı. Bu elin oğluyam, eşidin mən də, yazıram hərdən bir təbim gələndə, hər toyda nişanda, hər gözəl gündə, ellərdən qiymətin alıb qırxılı. Çox gözəl. Həqiqətən hər misraları bir məna dolu və misralardan bilinir ki, elinizdə necə bir sevginiz var. Bəs Borçalı haqqında hansı şeirlərinizi deyə bilərsiniz? Bizim Borçalı haqqında çoxdur şeirlər. Ancaq birini deyim sizə mütəvəmmüm. Dinlə məni deyim qardaş, odlar yurdu olub yurdum. O torpaqda səadətlə neçə illər başa vurdum. Dağlarından ilham alıb, qayalarla qoşa durdum. Zirvəsində haray salan qartalların ailəsiyəm. Mən Gürcüstan vətəndaşı, mən Borçalı balasıyam. Bu torpağın evladıyam, o torpaqda gözüm qalıb. Hər dağında, dərəsində, hər düzündə izim qalıb. Cəmalına deyilməmiş neçə sözüm qalıb. Cavanşirin, Koroğlunun, Babəkin od qalasıyam. Mən Gürcüstan vətəndaşı, mən Borçalı balasıyam. Düşdə dara, şimşək olub göylərində çaxaram mən. Selə dönüb hər sərhəddi, hər bir səddi yıxaram mən. Çaya dönüb həzin-həzin ayağına axaram mən. Bircə damla yağışına bulut kimi dolasıyam. Mən Gürcüstan vətəndaşı, mən Borçalı balasıyam. Nişan verim, Aşıq Əmrah Xındı Məmməd ölkəsidir. Bülbüllərin dündüməsi, kəmandarın xoş səsidir. Sadaqlıdır yetim Mahmud, Ağacanın töhbəsidir. Zəlimxanın sözlərinə bir dilgəmi çalasıyam. Mən Gürcüstan vətəndaşı, mən Borçalı balasıyam. Kərəmi ilə yatızdırıb oyadıbdı anam məni. Döndərməyib öz yolumdan nə bir mənsəb güman məni. Qranitəm, parçalanmam, əyə bilməz zaman məni. Dilgəm kimi tanınmışam, dilgəm kimi qalasıyam. Mən Gürcüstan vətəndaşı, mən Borçalı balasıyam. Çox sağ olun. Həqiqətən çox gözəl şeirdir. Və xüsusilə o sözünüz mən Gürcüstan vətəndaşıyam, mən Borçalı balasıyam. Çox diqqətə layiqdir. Ümumiyyətlə son məsələn oxuculara, izləyicilərimizə nə tövsiyələriniz olardı və yaxud gənc nəslə, gənclərə? Çünki siz bizim bir ziyalımızsınız. Mən onu qızım demək istəyərdim ki, Allah bütün cavanlarımızı xoşbəxt eləsin. Və onlara ən böyük arzum olardı ki, o cavanlarımız da pöhrələnsin, qalxsın, elin, obanın bərəkallahını qazansınlar. Axtardı Xızır dünyanın, tapmadı bu gövsəri. Adəm qovuldu cənnətdən bir buğdadan ötəri. Daim uca tut qəlbində Allahı, Peyğəmbəri,
Dodaqlar əksən söyləsin, dil bərək Allah desin. Həşaratlar qidalandı Olteyyubun canında, Tanrı heyvan nazil etdi İsmail qurbanında. Elə yaşa ömr elə ki, bu ömür meydanında, aylar bilsin qiymətini, il bərək Allah desin. Peyğəmbər kəlmələşərdi Tanrı ilə Tur dağında, İmamlar şəhid oldular Kərbala torpağında, Kəbə, Məkkə əzbər olsun dilində, dodağında, elə yarat, elə qur ki, əl bərək Allah desin. Sahili görsən, tut əlindən, xatəm kimi süfrə sal. Xəstə görsən, şəfaat elə, keyf halını xəbər al. Aşıqsan, götür sazını, ruhani çal, cəngi çal. Mizrab telə toxunanda, tel bərək Allah desin. Yaranmışın aqibəti tək Allahın əlində. Əli gəzdi düldül ilə zülfüqarı belində, Süleyman Peyğəmbər kimi, gəl danış quş dilində, görəndə pür kəmalını, el bərək Allah desin. Mən istəyərdim bütün cavanlarımız qazansın el bərək Allahını. Çox sağ olun Dilqən bəy, dəyərli bir müsahibə üçün. Deməli, əziz izləyicilərimiz, biz Qırıqlı kəndini kəşf edərkən eşitdik ki, bu kənddə gənc rəssam yaşayır. O hələ uşaqkən rəsmə marağı olub və bu sahədə də artıq özünü çox inkişaf etdirib. Hətta bir çox müsabiqələrdə iştirak edir, bir çox kurslarda iştirak edir və bu gün müxtəlif mövzularda rəsm əsərləri yaradıb. Gəlin həmin gənci birlikdə tanıyaq və onun əsərlərində siz də tanış olun. İlk öncə zəhmət olmasa izləyicilərimizə özünü təqdim et. Mənim adım Alinadır, 14 yaşım var, Alina Mamedova. Yəni mən Qırıqlı kəndində yaşayıram, burada məktəbə gedirəm, kurslara gedirəm çoxlu-çoxlu. Yəni özüm üçün daha çox gəlişdirmək istəyirəm özümü, belə yaxşı universitetə qədər özümü gəlişdirməyə çalışıram. Alina, ilk dəfə rəssamlıq sahəsinə marağın necə artdı və neçə yaşın var idi? İlk dəfə rəssamlıq sahəsinə marağım altında mən 1-ci, 2-ci sinifdə oxuyurdum, gördüm, rənglər xoşuma gəldi, çox ilham aldım bundan və beləliklə rəssamlığa başladım. Bəs ilk dəfə səndə bu marağı kəşf edəndə ailəndən kim dəstək oldu və kim məsələn ilk kəşf elədi ki, sənin belə bir bacarığın var? Ailəmdən ilk dəstəkləyən babam oldu. Yəni Sədrəddin müəllim. Hə. Əziz izləyicilərimiz, qeyd etmək istəyirəm ki, Alinanın babası Qırıqlı İctimai Məktəbində tanınmış müəllimlərdən biri idi və yəqin ki də babanın da dəstəyi ilə sən bu gün burdasan. Alina, sonrakı sualım bu olardı ki, əsasən hansı, necə işləyirsən rəsmlər üzərində? Bilirik ki, rəsmin müxtəlif növləri var və sən hansı sahələrə toxunubsan? Əsasən mən realistliklərə toxunmam, yəni realistlikləri daha çox sevirəm. Akvarellə daha çox işləyirəm. Yağlı da yaxşıdır, amma akvarellə daha yaxşıdır. Nümunələr göstərə bilərsən? Məsələn, hansı əsərlərini akvarellə işləyibsən? Bu əsərlərim bunu akvarellə işləmişəm. Demək olar ki, buradakı hər əsərimi akvarellə işləmişəm. Bəli. Amma ki, kursda olanların hamısı yağlı boya ilə. Aydındır. Bəs sənin rəsm əsərlərində əsas mövzu nədir? Biz bilirik ki, yazarların öz mövzusu olur, rəssamların isə öz mövzusu. Bəs sən nə üzrə işləyirsən? Mən ora rəsmlərimi, duyğularımı yönləndirməyə daha çox xoşlayıram. Öz duyğularımla işləməyə. Məsələn, rəsmlərində hansı hadisələr, hansı qəhrəmanlar əks olunur? Məsələn, bunu götürək. Burada Şota Rustaveli təqdim eləmişəm, burada çəkmişəm. Bəli, yəni tarixi şəxslərə toxunmusan. Başqa, məsələn, bu rəsmdə kimi ifadə edibsən? Bu rəsmdə mamamı, 3 Mart mamalar günündə mənim mamam mənim üçün mələkdir. Ona toxunmuşsan, aydındır. Bu isə yəqin ki, fantaziyanın əsəridir. Fantaziyanın. Burada məsələn nəyi nəzərdə tutursan? Yəni ki, bir insanın, yəni ətrafı qaranlıq olsa belə, heç nəyi şey eləməsə belə, öz xəyal gücündə canlandırır onu.
Yəni Bəli. xəyal gücüm güclüdür, belə ifadə Aydındır. eləməyə çalışdım. Aydındır. Bundan əlavə mənim diqqətimi nə çəkdi? Sənin eyni zamanda dizaynerliyə də marağın var və Bəli. çox gözəl yaradıcılıq əsərlərin var. Bəs bu sahədə özünü necə tapdın və hansı bu şəkillərdən əlavə yenə də çizirsənmi? Bəli, eləyirəm bunlardan da təhlil çəkirəm. Fikrin varmı ki, gələcəkdə sırf dizayn, moda dizaynerliyi üzrə özünü inkişaf Var, etdirəsən? bəli. Əsas moda dizaynerliyidir. Onun üzrə inkişaf etdirmək istəyirsən. Başqa xəyalların, gələcək planların, sən özünü məsələn məktəbi qurtarandan sonra və yaxud da 10 il sonra özünü harda görürsən əzizim? 10 il sonra mən özümü dizayner olaraq görürəm. Öz Bəli. ölkəmdə yaxşı dizayner olaraq. Aydındır. Bəs sən məsələn çox bacarıqlı gənclərimizdən birisən. Ətrafdakı qızlara da nümunə olursanmı? Hansı ki bəzən rəsm bacarığı var, amma ailəsi daha çox deyirlər ki, yox müəllim olmalısan, onda bir pul yoxdur. Bəzən rəssamlara ikinci dərəcəli insanlar kimi baxırlar ki, o gəlirli peşə deyil. Bəs sənin bu münasibətin necədir? Mənim bunun münasibətim odur ki, yəni sən bunu bacardığın halda, yəni sən hardan olsa sən bunu karyeranda yüksələcəksən, yəni Bəli, yüksələcək insan. aydındır. Bəs sənin ilhamlandığın dünyaca məşhur rəssamlar varmı, hansı ki əsərləri çox xoşuna gəlir və onlardan ilhamlanıbsan? Əlbəttə ki, Picassodur. Nəyə görə, nə çəkir onun əsərlərində səni? Onun əsərlərində rənglərdən daha çox istifadə edir, duyğularını daha çox yönləndirir və mən də bu yönünü onu xoşlayıram. Xoşuma gəlir çox. Bəs bundan əlavə təbii ki, məktəb rəsm bacarıqlarını inkişaf etdirmək üçün olduqca önəmli bir yerdir. Ancaq başqa hansı mərkəzlərə gedirsən ki, özünü inkişaf etdirəsən? Rəsm kurslarına daha çox gedirəm. Məsələn, dil öyrənmək üçün Gürcüyə gedirəm. Texasda rəsm kursuna gedirdim əvvəldən, çox getdim. Bəs sən gənclərə nə tövsiyə vermək istəyərdin? Hansı ki, bacarıqları var bu sahədə, amma qorxurlar, özlərinə inamı aşağıdır və çəkinirlər. Sən onlara nə demək istəyərdin öz yaşıdlarına? Yəni ki, çəkinməyin, həmişə öz karyeranızın arxasından dalınca düşün. Yəni axırda yenə yüksələcəksiniz o karyerada. Çox sağ ol əzizim. Həqiqətən şad oldum səni tanımağa. Siz bir valideyn olaraq təəssüratlarınızı bölüşə bilərsinizmi? Çox sağ olun sualınıza görə. Bəli, mənim fəxrimdir. Mən də fəxr eləyirəm bir valideyn kimi. Sağ olsunlar. Siz də Marmur rayonunda Tevaz evində orada rəsm kursu keçibdi. Çox sağ olsunlar və Tbilisi şəhərinə rəsm sərgisində də dəvətlər alır. Gözəl. Sizin fikrinizdə gələcəkdə Alinanın rəsm sərgiləri ola bilərmi? Elə bir şey planlaşdırırsınızmı? İnşallah, inşallah. Fikrimiz var. İnşallah. Onlar. Bəs indi isə bir ana kimi sizin fikirləriniz də maraqlıdır. Xüsusilə Alina qeyd elədi ki, 1-ci, 2-ci sinifdə oxuyanda bu sahəyə marağı artıb. Onda siz necə kəşf elədiniz Alinada bu marağı? Bəli, çox sağ olun. Siz də bu çəkilişi çəkdiyinizə görə Allah razı olsun. Bəli, çox uşaqlıqdan başladı. Bu rəsmə bir həvəsi çox idi, çox böyük. Atası bunun istədiyini alır ki, nəyisə çəksin, nəyisə yaratsın. Özü üçün həmişə marağı var. Həmişə məktəbdə də çəkir, bağçada gedəndə də çəkirdi. Yəni ona görə atası kurslara qoydu ki, bu özü üçün həmişə də nəyisə marağı var. Bir rəsm elə məsələn nə deyim belə adi rəsmlər çəkmir. Bu modellikdən tutmuş, ta mənzərələrdən tutmuş, hər bir şey çəkmək qabiliyyəti var. Bir dənə əlinin qabiliyyəti də var, gözəl güllər düzəldir. Özü üçün marağı var bu işlərə. Aydındır. Bəs cəmiyyətdə belə bir stereotiplər var ki, rəssamlıq pul gətirən sahə deyil və xüsusilə də valideynlər əgər onların uşaqları bu sahəyə marağı varsa, elə uşaqkən deyirlər ki, xeyr, bu sənə gələcəkdə uğur gətirməyəcək. Sizin fikrinizcə bu nə qədər düzgün fikirdir və valideynlərə siz nə deyərdiniz? Xeyr, mən elə şeylə heç vaxt razı deyiləm. Ona görə uşağın fikri, istəyi, meyli nəyədirsə də onun üzrə də valideynlər yönləndirməlidir.
bütün bu valideynlərə də səslənirəm ki, yəni imkan qədər, yəni vəziyyətlər yol verdiyi qədər uşaq istədiyi vəzifəni, istədiyi məsələn sənəti, peşənin arxasınca getsin. Mən bir valideyn olaraq bunu fikirləşirəm. Aydındır. Bəs sizin son olaraq nə demək istəyirdiniz? Xüsusilə də ataların rolu çox böyükdür. Yəni nə demək istəyirdiniz izləyicilərimizə və yaxud valideynlərə bir ata olaraq gənclərin inkişafında, xüsusilə də rəssamlıq sahəsində inkişaflarında? Evladlarının arxasında dursunlar. Yaxşı yol göstərsinlər evladlarına. Şərt bu qız uşaqlarını gözəl beləncə işlərə, oğlan uşaqlarını da idmana yönəltsələr daha gözəl olar. Bəli. Xüsusilə də indiki dövrdə məsələn internet bağımlılığı, telefon bağımlılığı kimi bir çox məsələn sosial xəstəliklər artıb gənclər arasında və gənclərin öz maraqlarını belə bir sahəyə artırmaları həm onların fiziki, eyni zamanda zehni inkişafı üçün də olduqca önəmlidir və ailə də həqiqətən digər əminəm ki, bu videonu görəndən sonra digər gənclərə də bir örnək olacaq. Həmçinin siz valideynlər olaraq da örnək olacaqsınız. Çünki belə bir ağıllı övladınız var, belə bir ona imkan yaradıbsınız ki, bu gün ailə mənim fikrimcə yaşı az olmasına baxmayaraq həqiqətən də çox möhtəşəm bir əsərlər yaradıb və xüsusilə də o rəsmi soruşanda demişdi ki, mənim üçün anam bir mələkdir və öz hisslərini, öz daxili dünyasını rəsmlərə hopdurması möhtəşəm bir şeydir. Çox sağ olun həqiqətən. Bir gənc kimi sizə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Çox sağ olun. Əziz izləyicilərimiz, Borçanlı gəzirik verilişinə davam edirik. Növbəti müsahibimiz Qırıqlı İctimai Məktəbinin təqaüdçü müəllimi Nəriman Abbasovdur. Nəriman müəllim ömrünün çox hissəsini gənclərin, şagirdlərin təlim-tərbiyəsinə həsr etmişdir və bu gün də bu kəndin ziyalılarından biridir. Xoş gördük Nəriman bəy. Çox sağ olun. Allah özünüzü sizi təqdim edin. sevindirsin. Siz sağ olun. Uzun illərdir işləyirik. Əvvəlcə 1-ci il Sadaxılda işləmişəm. Sonra Qırıqlıya gətiriblər. 7 il təkcə işləmişəm. 8 illik orta məktəbdə orta məktəb açılıb. Ondan sonra 9 nəfər fizika riyaziyyat müəllimi olub. Sonra da Rus məktəbində 20 il işləmişəm. Sovet hökuməti dağılandan sonra çıxıb yenə kəndimizə gəlmişəm. Kənddə də 28 il həm fizika, həm riyaziyyat dərslərini yuxarı siniflərdə mən demişəm. Neçə yaşınızda müəllimliyə başladınız? Mən 23 yaşında müəllimliyə başlamışam. Orta məktəbdə 10 illik, o birisilər 11 illik qutarıb, mən 10 illik qutarmışam. Yəni 1 il əvvəl qutarmışam. Nəriman müəllim, biz eşitmişik ki, sizin müəllimlərə dəstəkçi fizika vəsaitinin müəllifçisiniz və hansı ki hesab edirik ki, bu vəsait çap olunsa müəllimlərə çox kömək olar, təhsilimizə, tədrisimizə çox böyük faydası olar. Ancaq siz bu kitabın çap olunmasında hansı problemlərlə qarşılaşırsınız və fikrinizcə bu problemin həll olunması üçün hansı addımlar atıla bilər? Bilirsinizmi, nə var? Mən ümumiyyətlə müəllim yoldaşlarıma müraciət edirəm, yəni məktəb direktorlarıma. Mən bilmirəm kimə müraciət edeyim ki, bu kitablar hazır şəklindədir. Fizika, riyaziyyat müəllimlərinə köməkdir. O müəllim o zaman dərs deyə bilər ki, fizika dərsini o məsələlər həll edə bilsin, təcrübələr aparsın, şagirdləri inandırsın, təbiət hadisələridir. Fizika elmi təbiət elmidir. Onu hər bir şagird dərin anlamalıdır. Onu anlatmaq üçün təcrübələrə müraciət etmək lazımdır. Fizikadan məsələlər həll etmək lazımdır. Əgər orta məktəbdə fizika məsələləri həll olunmursa, ondan beynəlxalq vahidlər sistemini müəllim bilmirsə, şagird bilmirsə, o kitablardan məsələ həll edib şagirdləri inandıra bilməzlər. Ona görə də
Mən çalışdım Zavronomuza müraciət eləyim. Məktəblərimizin yəni rayonumuzda Marnolu rayonunun 82 kəndi var. O kənddə fizika riyaziyyat müəllimləri var. Onların savadlıları çox idi. Onlardan çağırış eləyə, mənim yazdığımı yoxlayalar, xoşlarına gələrsə, devlət hesabına mı, yaxud da mənim özüm hesab çap elətdirərəm, o çap pulumuza da geri ala bilim. Bəs bir müəllim olaraq, təqaüdçü müəllim olaraq hal-hazırda günümüzdəki təhsildə hansı problemlərimiz var? Hansı potensial problemlərlə üzləşə bilərik? Gürcü məktəblərinin riyaziyyat kitabları əladır. Amma fizikadan buraxılan kitablar həm tərcümə eləyənlər düz eləməyib, fizika müəllimləri eləməlidir onu, fizikadan bilən müəllimlər. Sizə növbəti sualım bu olardı. Sizin fikrinizcə hal-hazırda müəllimlik peşəsi ilə məşğul olan çox gənc müəllimlərimiz var. Çox illik təcrübəyə malik bir müəllim kimi gənc müəllimlərə nə tövsiyə edərdiniz? Bir cümlə ilə desəniz, biz yaxşı müəllim necə ola bilərik? Nəyə diqqət yetirməliyik? Sizin fikirləriniz çox önəmli olardı. Müəllim kitablar oxumalıdır, həddindən artıq lazımi dərəcədə. Müəllimlərə tövsiyəm odur ki, uzun müddət, o düzdür, bəziləri istifadə eləyir kitab kimi bu telefondan, o da pis deyil. Amma kitabsız öyrənmək qeyri-qanunudur. Yəni, çətindir. Kitablardan istifadə olunmalıdır. Mənim evimdə bəlkə də 1000-dən çox fizika riyaziyyat kitabı var. O kitablardan istifadə eləmişəm. Öyrənməyi, məsələlər həllini.